Cənab Prezident, mənim müraciətim sizədir. Vallahi mən tez-tez utanıram, deyim şəhid atasıyam ki, deyərsiz ondan istifadə edir, Quran haqqı istifadə eləmirəm, and olsun Allaha. Adil Əliyev bizdə olub, qapını açıb, böyümüzdən promoya həyətə düşür. Adil Əliyev satıb bunu. Görsən mala da vurub, qapı. Görüntülərdə də gördüyümüz kimi şəhid atası Adil Əliyevin əraziləri zəbt elədiyini, millətdən bəzi əraziləri zorla aldığını göstərmişdi görüntülərdə və onu çəkən biriləri də vardı. Amma heç bir gün keçmədən onun üzr videosu yayınlandı. Onu da birlikdə izləyək. Salam biləşim. Mənim biraz ağrılarım var, paylaşım eləmişəm. Xarici bloger şərəfsiz, əlimdə bir piyan olmuşam. Mən içkisən, mən cənab nazirə şeyi qabılım. Mən içkisən adamam. Mənim oğlumdan sonra ancaq içirəm. Bilməmişəm, əlimdəki, mən o tərəfindən də başım çıxmır elə. Poza da bilmədim sonra onu. Bu şərəfsiz xaricdə olanı paylaşdım. Mənim Adil Əliyevlə bir şəxsi qərəzliyim zadım yoxdur. O şimdi bir balaca nəsə anlaşılmamazlıq oldu. Mən onu paylaşmayacaqdım. Bir daha bilmirəm necə oldu o paylaşıb orada. Mən anlamıram bu tərəfindən mənə baxmıyorum. Bilməm ki, bu necə oldu. Mən bunu işdə bilməm lazım. Özüm də operasyondan çıxmışam, narkozdan çıxmışam. Əsəb adamamın hamısı da birlikdə ölsəm bilir. Bir də ki, Allah lənət ərzini xaric edir bu logilə. Onun Allah başına daş salsın. Şərəfsizin bilir. Torpağın yerisində gəldi çıxdı, burada sənətlər. Bu Adil Əliyevin də ölmüşək. Mən prosta iqtiramı verdilər ki, bu Adil Əliyev satıb buranı, mən neyini bilmirəm daha. Allah bəla versin bunlar. Yəni də mən narkozdan çıxmışam, içkisən adama, özümdən operasiyadan çıxmışam. Torpağın yerisində gəldi çıxdı da, bunun adında daxili yox deyil, bu torpağı mənim sənətləri getir gəlir. O üçün burada bir anlaşılmamazlıq oldu. Allah mərdim azara lənət etsin. Bir də xarici bloger, Allah bəla versin onu. Ben çöke bilmirəm. Dairəm biraz onu göstərə bilmirəm. Yəni olsaydım 6 ay saxlamışdım, neyi var ki, getmişdi şimdi alacam. Üzürü bilsinlər. Nəsə oldu, məndə sərf olur. Mən alıram boyunca. Mənə sizlər düz demirlər. Allah bəla versin, hamısını bəlasını versin. Məndən istifadə edər. Başımı itirirəm mərdən deyil. Adil mənim pis adam olmuyor. Burası ki, Allah bəla versin, yerdə mərdim azara. Mən heç demirəm daha. Mən ancamını deyirəm. Mənim adımda şəxsi qərəzliyim. Adil mənim ölümdə də olub sonra, bilir mənim vəziyyətimdə. O mənim ölümə təliyib. Allah mərdim azar lənət edin, mənim piyandığımdan istifadə edirlər. Bir də buradan o paylaşan saytlar var. Xahiş edirəm onlardan onu silsinlər. Mən olanı həmişə, onlar öz mənfəət deyəsin gündürlər. Mən bilirəm də, mənim ölümə blogerlər gəlib deyib belə.